Bəzən kitab açırsan, amma bir cümlə belə oxumaq istəmirsən. Hətta deyirsən ki, mən bu ixtisası niyə seçdim axı? Düşünürsən ki, bu imtahan mənlik deyil, mən bu imtahanı uğur qazana bilməyəcəm. Amma bunu unutma ki, sən bu yola təsadüfən çıxmamısan. Başqaları boş-boş vaxt keçirərkən, sən hal-hazırda bu videoya baxırsansa və kitabı oxuyursansa, bil ki, sən artıq uğur yoluna ilk addımını atmısan və artıq sən qalibsən. Çünki uğur elə bu qərarla başlayır. İlk addımı atmaq qərarıyla. Bunu unutma ki, hər kəsdə çətinlik olur. Yəni səninlə bu yola çıxan hər kəs çətinlik çəkir. Hətta bəziləri bu yolu yarımçıq buraxır. Artıq imtahana hazırlaşmaq belə istəmir. Və inan mənə, fərq elə bundadır. Çünki onlar öz istəklərini yarımçıq qoyurlar, ancaq sən hələ də çətinliklərə nisbətən davam edirsən. İmtahandan qorxmayın. Çünki imtahan yalnız sizin gücünüzü ölçmək üçündür. Sizin dəyərinizi deyil. Çünki siz dəyərlisiniz. Özünə inan. Bil ki, hər gün oxuduğun o cümlələr, hər gün etdiyin bir test gələcəkdə uğur qazanmağın üçün bir addımdır. Bu il çox fərqli olacaq. Çünki sən artıq həm təcrübəlisən, həm də qərarlısan. Sadəcə dayanma, məqsədinə doğru irəlilə.